Salam, bir vaxtınız xeyirli olsun. Deməyə bir müştərimiz 3-cü pultlarıdır. Təmirə yetirilir. Obyektin pultudur. Orta barabanı sınıb. İçindədir. İndi biz bunu bərpa eləyək. Orta nəticəni bir yerdə izləyək. Deməyə pult ilk dəfədə açılır. Biz də sərgəli açdıq. Zamoklarını sındırmadıq. Pultu söktük. Qırılan hissə burada qalıb. Bu göy rəng bunun blombudur. Yəni açılmamağına dəlalət eləyir. Spirt dəyməyib. Qırılan hissə bu hissədir. Qırılan hissəni çıxartdıq. Çox insanlar bunu buraya yapışdırır və ya mismar qızdırıb bura əlavə eləyirlər. Olmaz elə yəni. Hazırda ölçü vahidini götürürük. Həmən hissəni lazer vasitəsilə deşirik. Həmən hissəni lazer vasitəsilə distimetrovkasını ölçdük. Hissə var, hamısı ayrı-ayrılıqda təmizləndi. Membranlara əl vurmadıq, spirt vurmadıq. Blombu öz yerində qaldı. Bu cür nə qaydada dəmirdən yığdıq. Bu iş qarantiyalıdır. Hal-hazırda laboratorda adaptera qoşmuşuq. Prosesor dərəcəsini ölçürük. Baraban axı yerində. Pultun qabının özəlliyi ondan ibarətdir ki, fosforlu kabrası var.